Təqdim edirəm. Bizim bu Dövlət Təhlükəsizlik Xidmətində oturan Əbdülvahab, xüsusi xidmətin əməkdaşı, hansı ki arvadı Kəmaləddin Heydərovla gəzir, Qurban Qurbanova fahişəliklə məşğuldur. 2 dənə, 1000 dənə sifətə malik olan. Gördüyünüz kimi bu applicationlara xüsusi xidmət qoşula bilir hər birinə, dövlət müqaviləsi olduğuna görə. Hal-hazırda Simadan da belə bir şey göndərdilər. Simaya belə bir şey gəldi. Onu da göstərəm mən sizə. Milli Kiber Təhlükəsizlik Agentliyi xəbər. Belə bir agentlik ümumiyyətlə yoxdur. Bu hamısı cəfəngiyat bir qondarma bir agentlikdir. Hansı ki bizim dövlət təhlükəsizliyində oturan bu üzdən İraqlar, xüsusi xidmətdə oturan bu üzdən İraqlar, Alatava ərazisində oturan bir dənə biqeyrət var. Zövcə, bunlarda həyat yoldaşı getmir bu vahabilərdə. Bunlar zövcə deyirlər. Zövcə adlandırdığı pozğunu Şeyx Qamətli, Damətli, Nəzibildir. Hər gün onun altından çıxa bilməyən bir biqeyrət var. Onun yaratdığı cinayətkar dəstənin cinayət izlərinin itirilməsi ilə məşğuldurlar. Hal-hazırda Günəşli ərazisindəyim yenə. Yenə azadlığımdan məhrumam. Bu cinayətlərin arxasında dayanan şəxs Mirqafar Seyidovdur, Qalib Salasadə və digər şəxslərdir. Bu göndərilmə fake bir məlumatdır. Milli Kiber Təhlükəsizlik Agentliyi deyilən bir agentlik ümumiyyətlə yoxdur belə bir agentlik. Bunlar xəstə və şizofrenlərin bir növ yaratdığı təxəyyüldür. Bunların bir pozğunları var, Rəna, praşmantovkaları, həyasızları. Yəni burada böyük ehtimal Zəfərlə Mahir əks kəşfiyyatın, xarici kəşfiyyatın əməkdaşları olacaqlar, böyük ehtimal. Və hal-hazırda cinayət epizodlarının itirilməsi ilə məşğuldurlar və küllü miqdarda rüşvət alıblar. İnşallah ki, yaxında tezliklə bu erməni pozğunlarından əmələ gəlmə, erməni tumlarından törənmələr hamısı həbs olunarlar.